Deyirəm bu kişini niye evdən didərgin salmısan? Xanım, mən birincisi Xoşqədəm xanım, siz də qadınsınız, bilirsiniz, heç bir qadın isti yuvasından getməz. O yalan deyir, mən 8.000 verməyib atama, yaşıma, dişməyə, hamısını yalan danışır. Xanım, o ev kimin adınadır? Bir dəqiqə, ev kimin adınadır? Ev bilirsiniz necə, pulunu Gədəbəydəki evin pulunu... Ev kimin adınadır? Puldan danışma, ev kimin adınadır? Çıxarış kimin adınadır? Ev Naməddinin adınadır. Sən cəmaatı niyə evinə buraxmırsan? Xəlvət gedib öz adına yazdırıb. Pulu atam verdi. Xəlvət deyilən bir şey yoxdur xanım. Heç kəs xəlvət yazdıra bilməz. Sən hardan danışırsan? Bilirsiniz necə, mən bir söz deyim sizə. O həmin vaxtı dedi, atam da dedi ki, atam yaxşı dedi. Gördü elə də dedi, ev adına yazılmasa mənim adım, mən dedi ayrılacam dedi. Atam da dedi, cəhənnəm, qoy uşağı var, uşaqlıdır da, ən azından heç olmasa uşağına görə ailəsinə xanım, siz yalan danışırsınız. Yaxşı, əgər atan ayrılmağın əleyhinə idisə, niyə görə indi atan ayrılmağa razılıq verir? Siz gedin Gədəbəy polisindən, Sumqayıt polislərindən soruşun, onlar hamısı sizə danışacaq. Xanım, bu ev bu kişinindir. Evdən kişini niyə didərgin salmısınız? Mən sənətlərə əsasən danışıram. Ev deyil, xeyr, evin pulunu atam verir. Gedin kimdən istəyirsiz soruşun. Heç kəsdən soruşmuram. Atan cibindən pul versəydi, o çıxarışı bu oğlana verməzdi. Çıxarışı bilirsiniz niyə? Çünki bir istəyənsi, indi diyanı mən sizə deyim. Ev 20.000 alınıb. Atam 14.000 gətirdi, əlinə verdi, biraz da uzaq qohumluğu satır. Ən azından etibar elədi. Bu da qalanını mən əziyyət, zülüm çəkib Gədəbəydə mal saxlamışdım. Əkin bitin. Qalan pulunu da qoydu, üstə ev aldı. Və bu getdi ev aldı. Atam həmin vaxtı Gədəbəyə gəlmədi. Sonra həmin vaxtı mən dedim ki, ev adına yazılmasın. Səhər buna sübut olmayacaq. Bu da qayıtdı dedi ki, mənə deyir, nə sübut dedi. Mən dedi, onda ayrılacam, uşağı da tullayacam sən də. Atam da dedi, cəhənnəm, qoy uşaq başsız qalmasın, uşağın atası olsun. Qoy getsin, yazsın dedi. Yəni, belə çıxır da, bu kişi səndən ayrılmasın deyə 14.000'i atan verdi bu oğlana, hə? Ayrılmasın deyə yox, evimiz olsun deyə Ay verdi. xanım, Bu özün sonra demirsən qayıtdı ki. dedi, mənim adıma yazsın. Ay xanım, mən ayalı deyirəm ki, əsəbləşməyəcəm. Bir dəqiqə, mən deyirəm ki, əsəbləşməyəcəm. Amma imkan vermir də bu insanlar. Ay xanım, bir dəqiqə dayan. Sənin heç kəsən bax. Bax. Ay bala. Oy, bu neymiş ay Allah. Ay bu neymiş? Burada yox, buradayım. Necə? Sizi balan sağ olsun, Allah köməyin olsun. Sizi böyük bilib sizin yanınıza gəlmişəm. Verdiği kağız da odur. Siz kurtarmasanız Bir dəqiqə. Bu nə telegramdır, Əliyeva Nuranə Mirzə qızı yazıb bildirirəm ki, Naməddin oğlundan aliment qarşılığında 2000 manat pul və rayonunda Qaradağ kəndində yerləşən təhvil götürəndən sonra alimentdən imtina edəcəm. İndi gəlib evi təhvil götürmür. Bəli, verdiği kağız odur. Sən 2024-cü bir dəqiqə ildə. deyəni, bu kağızı da... Ay qız, bir saniyə, mən sənə Naməddin deyiləm. Mən demirəm ki, siz mənə yakimsiz. Mən olanı deyirəm, siz deyirsiniz. Ay anam, ay bacım, sən yazmısan, Nuranə yazmısan ki. O yazdığımı deyirəm də, imkan verin deyim. Hə. Bu ev algı tatkısına görə dedi ki, ev algı tatkı sənin adıma keçirin, məndən aliment alma. Dedim yaxşı. Dedi get poçta yaz ki, 2000 manat alıb. Ondan sonra alimentdən imtina edəm, evi də götürüb. Mən də dedim yaxşı. Sonradan dedi o pulu sən götürərsən, mən də dedi alimentdən imtina edim. Dedim yaxşı, buna razıyam. Aha. Həmin vaxtı dedi. Ay xanım, bir dəqiqə sualıma cavab ver, sualıma. Siz çıxmayın başqa yerlərə. Kim kimi söylərsə məhkəmə var, qanun var, qayda var. Geçsin, versin. Telefonda saxlayıram. Sən indi özün bil, istəyirsən telefonda saxla, istəyirsən arxivində saxla bir ömür boyu ölənə qədər. Bu sənin öz işindir. Saxlayaq deyirəm. O adam, bilirsiniz necə, mən sizə bir söz deyim Xoşqədəm xanım. Siz bilmirsiniz, siz sadəcə ona görə mən deyirəm, Bəli, mənə balan sağ olsun inanmırsınız. xanım. Gedin biz Düzdür. Qaradağda yaşamışıq. Qırbulaq kəndində yaşamışıq. Ay xanım. Anasıgil orada qal. Gedin oradan öyrənin. Sumqayıt polisi, bütün polislərdə onun adı atasını döydü, öldü. Ay xanım, ay xanım. Məni döyürdü, Ay qız, onun atasını döyməyinin bizə aidiyyatı yoxdur.
Adiyyatı yoxdursa da mən faktı deyirəm bu içki aldı. Siz ona görə Pirbulaq kəndindən çıxdıq, Qaradağ Vallahi kəndində bu yaşadık. ay Tuğba, kız ay bu neçə Tuğba. gündür? Gedin mənə inanmırsan. Bu neçə gündür buradadır. Bunun hələ içki içdiyini burada kimsə görmüyor. Orada kimi səsləşdinizsə, orada ağıl satmır ki, orada içsin sər, tutub sər bassınlar, 50 dəfə atıb polisdə var. Bütün Xanım, mən polislərdə var sizin adam. danışığından belə görürəm ki, bu oğlanı döyürmüşsünüz də. Vurulmuşsunuz biz da. dövmüşük. Bəli, sən. Sən, Yo, qızım, sən. Haqqı, hüququ tapdanan qadın deyilsən. Mən hüququm tapdalanıb, hüququmu tələb edirəm. İstəyirsiniz, belə demişsiniz, hər şeydə dürüstsüz. Gedin, mən ağzımda deyirəm ki, O sözün deyir əmsinə görə ona deyir ki, Gədəbəy polislərinə gelib. Əmsinə ötür, bütündəki polislər hamısı tanıyır. Amma xahiş edirəm, danışmayın. Sizin də Xanım. evlatlarınız var, sizin də özünüz qadınsınız. Bir dəqiqə deyən, məni birinci sən burada özünlə müqayisə etmə. Yox, mən özüm, mən də insanım. Bir dəqiqə Siz də deyən, çox insansınız, üzr mən istəyirəm, də. tamaşaçı Amma yanlış sadəcə nağıl anlayar. danışırsınız. Tamaşaçı yanlış anlayar. Mənim üçün böyük yalnız Allahdır. Allahdan başqa qalın. Amma bəziləri var, tez 2 dəqiqədən bir sənin də uşağın var, sənin də balan var. Uşağı olan qadın ərini bu vəziyyətə salmır. Mənimlə əgər özünü müqayisə edirsən, sən nə bilirsən mən nə çəkirəm? Sən nə bilirsən mənim nə problemlərim var? Sən nə bilirsən ki, mən bugünə qədər necə gəlib çıxmışam bura? Hə? Sən uşağını, 2 oğlunu düşünənsənsə, içki düşkünü deyirsən, bu nədir? Qadınlar ayrılanda deyir ki, kişi narkomandır, içki düşkünüdür. Bəli, bala Kişilər sağ də deyir olsun. ki, qadın səhv yola getmişdir. Ha, nə olub sizə? Bir normal ayrılın da. Bir normal ayrılın da. Boşanma mədəniyyəti yoxdur. İndi bunu eləmişsən içki düşkünü. Bu neçə gündür buradadır, bu içki içəndir. Heç kəsdən də öyrənmək istəmirəm. Ay xanım, bu adamın evinin açarları, gördünüz? Evinin açarları. Sonra o çıxarışı, get al, otur evində yaşa, işlə, bir dənə də yaxşı, gözəl, abırlı həyalı bir qadın al, evlən, işlə bunun da alimentini ver. O evi də zərrəsini də bunlara vermə. Bəlkə atası Bir veribsə dəqiqə, 14 milyon. bircə dəqiqə. Birdən doğrudan atası Ay verib. əlim əlim, Heç, əlim əlim. onda kim istəyirsən aldadaq, sonra deyək mənimdir. Nə aldatmaq, qızım? Mən bu oğlana inanmıram. Ümumiyyətlə, bura çıxıb, uşaqların anasından, əgər uşaqların anası doğru yoldadırsa, 50 dənə qoyun var. Əlim, bu doğru fikir deyil. Mən bugün də qızımın yanındayım, dəstəyəm. Hamı övladına kömək eləyir. İstəyirsən Bəli. qız olsun, istəyirsən oğlan Bəli. olsun. Ha, sonra- O nə deməkdir ki? Birgə yaşayıblar, qaynatası Sonra- da kömək eləyibdir. Burada eləyib, başqa sonra şey bu yoxdur. bölünməlidir, nə Ona nazım? görə indi bugün kişini döyüb çöl atmalıdır ki, mənim atam veribdi ki bu Bir evi. dəqiqə, Ayşə, birinci- Kişini bu qədər alçaltmaq olmaz. Belə qadınlara Bəli. gərək biz burada Onu deyək, qadın başqaları döymüyor, ona nə? birincisi. Ən yaxşı damla ilə akşindir. Arada damla ilə akşin qalsın. Ona görə mən demirəm ki, bu düzdür, o düzdür. Mən deyirəm ki, bəlkə doğrudan 14 min verib buna. Bu kişinin oğlu da... Xeyr, müəllim, xəbər ala bilərsəniz, 10 dənə Allah malım olsun. var idi, 50 dənə qoyunum var idi. Arı yeşiklər bu dəqiqə qapıdadır. Arıya kimi malı, qoyunu, atı hamısını satdırdım. Yəni bir yerdə alıbsınız da, atası pul Bəli. vermir. Atası Xeyr, pul... atası bir qəpik pul vermir. Atası məndən 8 min yaşımada pul alıb ev tikdirib. Deyir Yəni ki, oğlu verməyib də var, pul. biri burada yaşar, Ayşə. bəli. İndi onu necə sübut edəcəksən? Onu sübutum yox deməm, bu deyil, sübut odur. Amma bir şey də var, 14 min verən adam qoyar mı ki onun adına? Ay, Bəli. Onu deyir işte. Ay, indi düz, Axırı bəli. ki biz deyəni dedi.